Cruises.az-ın dəyərli dostları, müştəriləri, Celestial Journey gemisində 5012 nömrəli daxili kayuta. Daxili kayutanın digərlərindən fərqli 4 nəfərlik olmağıdır. Və bəzən hal-hazırda açılıb, ona görə bəlkə biraz dağınıq görsənir, səliqəsiz görsənir, amma daxili kayutalar və 4 nəfər bu kayutada necə qalacaq? Deməli, girişdə həmən sağda bir divandır, divan yataq halına gəlir. İkincisi bu yataqdır, üçüncüsü bu yataq və dördüncüsü də bu şəkil. Görürsünüz, pilləkəni var. Və dördüncü şəxsdə böyük və ya uşaq fərqi yoxdur. Burada yata bilər. Bu normalda yığılır. Bu kənar hissəyə, üzr istəyirəm, yuxarıya, bax bu yuvaya. Ona görə də əgər 3 nəfərliyə veriləcəksə bu otaq, onda o aşağı yenmir. Bu şəkil rahat bir şəkildə 3 nəfərin daxili kayutası. Pəncərə və balkon yoxdur daxili kayutalarda. Bunu artıq siz bilirsiniz.